Gününüz aydın olsun Azərbaycan xalqı. Mən Azərbaycanda hansısa bir zavod, müəssisə, fabrik, nəsə bir şey açılanda, hətta kiçik bir sahibkar nəsə bir 10 nəfərlik cəmaata, millətə iş yeri açanda mən çox sevinirəm. Həqiqətən sevinirəm. Həmin kimi də mən bu Bolt şirkəti açılanda sevindim ki, bu əhaliyə çörək yeridir. Məsəl üçün sürücülük vəsiqəsi olan, iş axtaranlar gedib oradan çörək tapacaq. Amma Bolt neynədir? O bir misal var deyir. Çörək var, arasında kalbasa. Bu çörəyin arasına zəhər qoydu, zəqqum qoydu, nə qoydu? Bu cəmaatın burnundan gətirdi bütün o sürücüləri əlacsız. Yəni taksi elə bir kateqoriyadır ki, taksi ən последний, Ruslan bir söz var, ən последний kateqoriyadır. Yəni şəxsiyyət baxımından demirəm, yəni ən axırıncı kateqoriya ona görə deyirlər ki, taksilər özləri də bunu vurğulayır. Çünki əlacsız artıq ölkədə nəsə iş tapmayanda çarəsiz vəziyyətdə gedib taksi işləyirlər. Bolt şirkəti bundan da istifadə edir. Cəmaatın haqqına gedir. Cəmaat dediyimizdə bu sürücülərdir. Boltda işləyən taksilərdən söhbət gedir. Bu qardaş mənə müraciət edib. Yaxın qardaşdır. Bu adam 5 gündür işsizdir. Hələ bunu 15-i bunun bu taksi xidməti blokdan çıxacaq. Bloka atıblar. Nəyə görə bloka atıblar? Heç nə bu sərnişini aparanda sərnişin qayıdıb deyib ki, evə qayıdaq, sumka yaddan çıxıb. Bu da qayıdıb indi bir xeyli vaxtda yol gedib. Qaydanda hesab nə qədər eləyir? 2 manat artıq deyib. 2 manat zəhmət haqqını deyib. Və bu da ki, hansısa bir iş verən, demagog, kasıbın çörəyinə bais olan, murdar şəxs durub şikayət edib və bu adamı da atıblar bloka. Bu da 15-inə qədər evinə çörək apara bilməyəcək. Bunu balası nə yeyəcək, nə içəcək bu Bolt şirkətinin vecinə deyil. Bolt şirkəti ancaq öz nüfuzunu fikirləşir. Birdən vətəndaş şikayət eləyər və mən qalaram belə, şirkətin nüfuzdan düşər. Zaten sənin şirkətin nüfuzdan düşüb ay Bolt. Onsuz da bu cəmaat əlacsız gəlib sənin yanında işləyir. Yoxsa heç kim kefindən 16 saat taksilərə yazığım yararında olsun Allah. O Boltda işləyən qardaşlar var ki, 16 saat. Onlar üz istirhamamdan bir gün sabah babasil çıxardacağı oturmaqdan. 16 saat bir insan oturur. Əgər rul dalında dönər yeyə çörək qazanırlar onlar. Dönər yeyə bilmirlər harda nə etsinlər, nə yesinlər, evə necə dəysinlər, necə getsinlər ki, onların o qrafikini, yəni Boltda reyting qazansın və 5 manat artıq çörək qazansın. Və o reytingi də nəyə görə salır? Bayaq dediyim o demagog hansısa bir alçaq şərəfsiz şikayət eləyir. Ondan da reytingi düşür o qardaşın və çörəyindən olur. Bolt şirkəti faizi yükləmisiniz bu cəmaata. Cəmaat deyəndə şoferlərə, sürücülərə faizi yükləmisiniz. Sürücülərin, öz işçilərinizin arxasında durmursunuz bəzi şəxslər tərəfindən. Bəli, sizdə də var. Məsəl üçün ümumi, yəni Boltda işləyən bəzi dələduz şoferlər də var, sürücülər də var ki, cəmaatın haqqına girir. Bəzi murdar hərəkətlər eləyir, xalqın ailəsinə də ilişirlər, sataşırlar, belələrini də deyirəm. Ancaq sizin özünüzə qalanda bax bu şoferlərin haqqına girirsiniz. Faizi yüklürsünüz, yenə deyirəm. Hər bir şey müdafiə eləmirsiniz və azmış kimi də bu kasıbın çörəyinə bais olub, onu işsiz qoyursunuz 10 gündə. Bu hansı ədalətə, hansı haqqa söykənir? Necə bunu qiymətləndirək? Deyək ki, Bolt bunu düz eləyib, hansısa bir demagogun sözündən. Bir araşdırın, sizin orada dispetcher xidmətiniz olmalıdır. Dispetcher qaynar xəttiniz olmalıdır. Hansı ki, vətəndaş yox ha, sizin sürücüləriniz, sizin işçiləriniz anında həmin momentlərdə zəng eləyib desin ki, sərnişini düşürtdüm müştərini. Düşürtdüm və o narazı qaldı. Mən sizə ilk öncədən o narazılığı nəyə görə qalacaq, onu sizə izah edin və fikrini sizə çatdırsın. Yoxsa mesaj yaz, bu nə vaxtsa oxuyacaq anında, amma o demagog dediyim o kasıbın çörəyinə bais olan ondan qabaq sizə çatdırır məlumatı və bundan da cəmaatı çörəksiz qoyur. And olsun Allah, o taksilər əlacsız işləyir. Vallahi deyirəm, digər bir işlər, müəssisələr açılsa, vallahi deyirəm ki, bir nəfərə xoş gəlmir ki, gəlib Boltda işləsin. Hamı da narazıdır sizdən. Əlacsız işləyir. Əlacsız işləyir ki, yaxşı buradan çıxsam nə edəcəm? Mən evimin kreditini necə verəcəm? Mənim uşağımı necə saxlayacağam? Falan problemləri necə həll edəcəm? Əlacsız, çarəsiz qalır. Sındırmayın da bu cəmaatı belə də. Öz əlinizdəki imkanlardan istifadə edib sındırmayın. O çörəyi normal qazanın, halal qazanın da. Bu cəmaat neçə min işçiniz var, neçə min işçiniz var. Bunlar sizi yaşadır. Sizi yaşadan o sərnişinlər, müştərilər deyil. Təbii ki, onlar pul verir, onlar istifadə edir. Amma sizin əziyyətinizi əsas çəkən, hər bir şeyə dözən o sürücülərdir. Onlara biraz dəyər verin. Dəyər verin, imkanlar yaradın. Birinci dinləyin. Müştəri zəng eləyirsə şikayətə, araşdırın. Deyin ki, mən sizə dönüş eləyəcəm.
dönüş eləyəcəm. Yığın sürücünü. Qardaş, nə məsələdir? Bu sərnişin səndən şikayət edir. Nə məsələdir? Niyə şikayət edir? O da sizə izahını versin. Bəlkə birinin başı xarab olub. Sizinki bilirsiniz nəyə oxşur? Bəzi restoran sahibləri, kafe, pub sahibləri var. Müştəri içir, araqdan içir, keyfi durur, deyir, başlayır orada nəsə bir narazılıq, nəsə bir neqativ bir hal ortalığa çıxardır və onların da gücü kimə çatır? Ya ofisianta çatır, haqlı olan ofisianta, hansı ki o içkilidir. Günahkar o müştəridir. Haqlı olan ofisianta çatır, onu orada təhqir eləyir, onu işdən çıxardır və yaxud da xadiməni çıxardır ki, xadimə stolu təmizləməmişdir. Bax, sizinki buna oxşuyur. Bol şirkəti bu ölkədə, bu müstəqil ölkəmizdə dövlətimiz sizə şəraiti yaradıbsa, ona görə yaratmayıb ki, siz cibinizi ancaq düşünəsiniz. Ona görə yaradıb ki, xalqa çörək verəsiniz. Yəni bunu unutmayın. Unutmayın ki, siz xalqın çörəyini yeyirsiniz. Bol şirkəti sizə səslənirəm. Yəni mən də bir müstəqil ölkənin vətəndaşı kimi mən sizə birbaşa müraciət edirəm. Xahiş yox, birbaşa tələb edirəm. Çünki haqqınızdır bu şoferləri incitməmək. Haqqınızdır. Siz onların sayəsində o şirkəti qurmusunuz. Allah xalqımızı, dövlətimizi qorusun. Allah heç bir kişini çarəsiz buraxmasın. Çarəsiz qalan kişilərimizdir bu Boltda işləyənlər. Başqa yerdə iş tapa bilmirlər. Məcbur olub Boltda işləyirlər. And olsun, Allah onların yerinə deyirəm. Əlacsız, çarəsiz işləyirlər. Allah xalqımızı, dövlətimizi qorusun. Var olun Azərbaycan xalqı.